Bugündən etibarən, bu dəqiqələrdən etibarən, bu saatlardan etibarən bütün ayların içərisində heç bir ayla, heç bir həftə ilə, günlə müqayisə olunmayacaq dərəcədə fəziləti, bərəkəti, rəhməti olan bir ay daxil oldu. Və bu dəqiqələrdən etibarən, ki, hal-hazırda biz bu dəqiqələri yaşayırıq, bu dəqiqələrdən etibarən cəhənnəmin qapılarını Allah bağladı və cənnətin qapıları bütün insanların üzünə açıldı. Peyğəmbər Səllavatullahın məşhur hədisində Peyğəmbər bu ayın gəlişini cəmaata xəbər verəndə demir, ya əyyuhəl muslimin və yaxud ya əyyuhəl-ləzina amanu, deyir, ya əyyuhən nas, ey insanlar, və ayın gəlişini xəbər verir. Yəni, bu ayın rəhməti təkcə müsəlmanlara aid deyil, tək namaz qılanlara, oruç tutanlara aid deyil. Bütün bəşəriyyət üçün bir rəhmətdir. Hər bir fərd üçün bir rəhmətdir. Və Ramazan ayı sanki dünyanla cənnətin arasında bir pəncərə kimidir. Elə bil həmin pəncərə bir ay ərzində açılır. O cənnət mehi dünyaya sanki vurur o pəncərədən. Cənnətin ətri dünyaya vurur. Elə bil ki, bu yorğun dünya, 11 ay ərzində bu yorulan dünya, mübarək Ramazan ayında cənnət ətri ilə nəfəs alır, dincəlir. Bu ayda sanki göylər aləmi və yer aləmi arasında olan məsafə azalır. Məlakut aləmi ilə material aləmin məsafələr azalır. Onlar bizə, biz onlara yaxınlaşırıq. Bu gözəl ayda zaman öz adi axarını itirir. Mübarək Ramazan ayında zaman hər günkü zaman deyil, başqa aylardakı zaman deyil. Gecələr daha dərin olur, dualar daha səmimi olur, süfrələr daha bərəkətli olur, ibadətlər daha diqqətli olur, daha ləzzətli olur. Və Ramazan ayında biz dünyadan öncəki həqiqi vətənimizin ətrini duyuruq. Bu ay bizə ilahi ətri, həqiqi gəldiyimiz məkanın gözəlliyini hiss elətdirir, onun ətrini hiss elətdiririk. Sanki Ramazan ayında qəflətimiz azalır, qafilliyimiz azalır və nəhayətdə daha çox hiss eləyə bilirik həqiqətləri. Ramazan ayı bizimlə həqiqətlər arasında o sındırdığımız körpüləri bərpa eləyir. Bizimlə Allah arasında dağıtdığımız körpüləri bərpa eləyir. Ramazan ayı bizim 11 ay ərzində kobuddaşan hisslərimizi incəldir. Ramazan ayı duyğularımızı düzəldir, hisslərimizi gözəlləşdirir. Mübarək Ramazan ayı qəlbimizdə olan o soyuqluğu, o sərtliyi yumşaldır və qəlbimizə şəfqət, qəlbimizə rəhmət, mərhəmət hissini çoxaldır. Mübarək Ramazan ayı 11 ay ərzində qəlbimizə çökən dünya tozunu silir və dünya tozunu silən payız yağışına bənzəyir. Yayın tozu çökür hər şeyə, o payızın ilk günündə yağış yağır, necə hər şeyi yuyur aparır. Bax, Ramazan ayı sanki o yağış kimi 11 ay ərzində çökən pası, hissi, tozu təmizləyir qəlbimizdən. Bu ayda, onun günlərində, onun gecələrində sükutumuzla, ibadətimizlə, zikrimizlə, dualarımızla itirdiyimiz o mənəvi enerjini bərpa eləyirik. Bu ay sanki 11 ay işləyən insanın gəlib oturub çörək yeyib özünü bərpa eləməsi, öz enerjini qaytarması kimidir. Bu ayda ruhumuz başlayır qidalanmağa, itirdiyi enerjini qaytarır özünə. Bu ay bizə həm də paylaşmağı öyrədir. Bu ay bizə mərhəməti öyrədir, şəfqəti öyrədir, sevgini öyrədir, diqqətli olmağı öyrədir, qəlbi geniş tutmağı öyrədir, fədakarlığı öyrədir, bölüşməyi öyrədir. Çalışaq bu ayda var gücümüzlə, nə qədər gücümüz çatacaq, bu ayın hər anını diqqətlə yaşayaq. Birazdan vaxt gələcək. Bax, mən o yaduza salacam o şey hissin. Allah nəsib eləsə bayram ərəfələrində. Deyəcəyəm ki, bax gördünüz necə elə bil Ramazan dünən daxil olmuşdu, əlimizdən çıxdı.
Amma indi xoşbəxtlik var ki, hələ deyirik ki, hələ bir ay qabaqdadır. Hələ ümidvarıq ki, belə bir gözəl ay hələ əlimizdən çıxmayıb. Yəni, hələ ağlımız başımızdadır. Bu gözəl fürsətdən maksimum istifadə eləməyi bacara bilərik. Birazdan oturub heyfslənəcəyik ki, bitdi. Amma hələ bitməyib, hələ indi başlayır. İndi oturaq bu barədə düşünək ki, ayın sonunda bu sözü deməyək ki, bitdi və mən heç nə eləyə bilmədim. Bitdi və mən düzəlmədim. Bitdi və mən dəyişmədim. Çalışaq var gücümüzlə bu ayın hər anın diqqətlə yaşamağa çalışaq. İmkan qədər özümüzə bir söz verək. İçimən qarışıq, hamımız qarışıq. İmkan qədər özümüzə bir qəribə bir söz verək. Ki, nəinki günah, mənasız işlərdən də uzaq olacam. Mənasız söz danışmaqdan da uzaq olacam. Ümumiyyətcə, insana yaraşmayan nə yüngül hərəkət varsa uzaq olacam. Çalışacam bunların hamısından uzaq olun. Bərpa etməyə çalışım özümü. Bir ay ərzində bir məşq keçək insan özü ilə. Ki, bax, bu dəqiqə o varlıq bağlandı. Məşhur hədisdir. Əhl-i sünnə alimləri də, əhl-i şiə alimləri də o hədisi qəbul edirlər ki, şeytan Ramazan ayının hilalı görünən kimi bütün tayfası ilə bərabər zəncirə çəkilər, bağlanar. Yəni, onun bu dəqiqə bizim heç birimizə müdaxilə eləməyə artıq ixtiyarı yoxdur. Allah bu ayda bizi tək başına saxlayır özümüzlə. Şeytana apardı, tutdu, bağladı, zəncirlədi, zindandadır. İndi qalmışıq özümüzdən. İndi öz eyiblərimizi özümüz rahat görə bilirik. Daha kiminsə boynuna heç nə ata bilmərik. Ki, bu indiyə qədər mənə aparırdı günaha. İndi artıq özünsən. İndi öz nöqsanlarını, öz çatışmamazlıqlarını özün görüb müşahidə eləyə bilirsən. Ona görə çalışaq, bu ayın hər anını diqqətlə, faydalı şəkildə yaşayaq və boş mənasız işlərdən uzaq olaq. Bu ay elə bir aydır ki, bütün səmavi kitablar, 4 səmavi kitab bu ayda nazil olub. İmam Sadiq əleyhissalam buyurur ki, Tövrat Ramazan ayının 6-sında, İncil mübarək Ramazan ayının 12-sində, Zəbur 18-də, mübarək Quran-ı Kərim isə Qədir gecəsində nazil olub. Və bu ayın dəqiqələrinə Allah o qədər bərəkət verib ki, yatmaq ibadət mislindədir. Yatmaq heç bir iş görmürsən. Yatmaq əsnasında ağıl başda deyil. Nə etdiyini belə bilməyən bir hala düşürsən, ölümün qardaşı deyirlər də yatmağa. Bir halda ki, o işə belə Allah bu ayda, yeganə aydır ki, məhz bu ayda yatmağa ibadət savabı yazılır. Hər çəkilən nəfəs zikir savabındadır. Və indi hal-hazırda siz nəfəs alırsınız, mən də alıram. Bu nəfəsimiz bizim üçün sayır. Özdə bu ibadət, bu zikirlər qəbul olunmuş ibadətdən söhbət gedir. Qəbul edilmiş zikirdən söhbət gedir. Həzrəti Resulullah sallallahu buyurur ki, əgər bəndə Ramazan ayının qiymətini bilsəydi, bütün ilin başdan ayağa Ramazan olmasını arzu eləyərdi. O qədər biraz da belə müasir dinlənsə bonus verilib bu aya ki, yəni nə mən izah eləyə bilərəm onu sizə, nə də siz içimən qarışıq bu ayın bütün o gözəlliyin, fəzilətin, bonusların hamılıqla əhatə edib başa düşə bilərik. Hələ bizim bilmədiyimiz o qədər sirli tərəfləri var bu ayın ki. O qədər bilmədiyimiz rəhmət tərəfləri var. Diqqətimizdən qaçırdığımız mərhəmət, istiğfar tərəfləri var bu ayın ki. Məğfirət tərəfləri var ki. İmam Səccad əleyhissalam hər il gəlirdi Ramazan ayı ilə vidalaşanda, Ramazan ayı bitəndə, deyirlər, oğlu ölən ata kimi ağlayıb vidalaşırdı mübarək Ramazan ayı ilə və belə dua edirdi. Deyirdi ki, Ramazandan salamlaşır, sağollaşır, sağollaşanda da salam deyir. Deyir ki, salam olsun sənə, ey Allahın ən böyük ayı və övliyaların bayramı, Allah dostlarının bayramı. Hal-hazırda mən bir söz deyim sizə, özünüzü yoxlayın. Mübarək Ramazan ayının gəlişi ilə sevinən qəlb Allah dostu olmağa layiq qəlbdir. O qəlbiniz ki, bu ay gələndə sevinirsə, dəyişikliyi olursa onda, şadlığı çoxalırsa, nuraniyyəti çoxalırsa, ürəyi çox istəyirsə bu ayı, o qəlb övliya qəlbinə bənzər qəlbdir. Bəlkə də elə övliya qəlbidir.
Yəni Allah dostlarının xasiyyətidir ki, bu ayda sevinərdilər. Bu ayın gəlişi onları elə sevincə qərq eləyərdi ki, heç bir həyatda xoşbəxtlik onunla müqayisə oluna bilməzdi. İmam da buyurur, salam olsun sənə ey Allahın ən böyük ayı və övliyaların bayramı. Salam olsun sənə ey bizimlə olan vaxtların ən qiymətlisi, günlərin və saatların ən gözəli. Davamında imam buyurur, salam olsun sənə ey varlığı qənimət, yoxluğu ağır və ayrılığı sarsıdıcı ümid qaynağı. Ayrılığın deyir bizi sarsıdır, amma ümid qaynağımızsan. Yoxluğun da ağırdır. Sənin bizdən uzaqlaşıb getməyin bizim üçün ağırdır. Keçən il otururduq, ağlaya-ağlaya dua eləyirdik ki, ilahi, ömrümüzün son Ramazanı eləmə o Ramazanı. Allah qəbul eləyib duamızı, gəlib çıxdıq bu Ramazana. 11 ay dolandı, kimlər dünyasını dəyişdi, kimlər dindən çıxdı, kimlər məsciddən qaçdı, kimlər axunddan küsdü. Amma ümumilikdə götürdüyümüz halda buradayıq hal-hazırda. Nəfəsimiz məsciddə alınır, verilir. Hal-hazırda biz buradayıq və bu böyük bir xoşbəxtlikdir. Bəlkə də hiss eləmirik, bizim üçün hər il bu təkrarlanır deyə adiləşir. Amma Allah şahid edirəm, adiləşməsin. Balaca bir nemət deyil bu günləri. Oturmuşsunuz, mübarək ayın ilk dəqiqələrində Peyğəmbər kəlamı eşidirsiniz, Allah kəlamı eşidirsiniz, məsciddə nəfəs alırsınız və dünyanın hər nə qədər yerlərində varsa ki, mübarək Ramazan ayını belə qarşılayırlar, bu özü böyük bir nemətdir. Ki Allah bizə qismət eləyib bu ayı dəyərləndirməyi, bu ayı qarşılamağı, bu ay uğruna sevinməyi. İmam Əli Əleyhisselam buyurur ki, Şəban ayı bitəndə, yola saldığımız mübarək Şəban ayı bitəndə, sonuncu günündə Peyğəmbər sələvatullah insanlara belə bir xütbə oxuyardı. Xütbənin içində də bu sözləri deyərdi. İndi mən deyim, siz də onlara qulaq asın. Bu Peyğəmbərin xütbəsidir. İmam Əli nəql eləyir. Buyurur, Peyğəmbər buyurardı, ey insanlar, həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allah yanında ən üstün aydır, günləri ən yaxşı günlərdir, saatları ən yaxşı saatlardır. Bu ayda sizlər Allah qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnəcək şəxslərin cərgəsindəsiniz. Bu ayda nəfəs çəkməyiniz zikirdir, yuxuvuz ibadətdir, əməlləriniz qəbuldur, dualarınız müstəcab olar. Deyir Peyğəmbər sallallahu bu sözü deyəndə İmam Əleyhisselam buyurur, mən ayağa qalxıb sual verdim. Ya Resulallah, bu ayda ən fəzilətli əməl nədir? Çox yerində verilən sualdır. Hamımızı yəqin maraqlandırır. Görəsən, bu ayın ən qiymətli əməli nədir? Vacib əməli orucdur. Bu ayın vacibatı orucdur. Və müəyyən işlərdən çəkinməkdir də oruc daxili. Amma bəs ən qiymətlisi nədir? Fəzilətlisi nədir bu ayın? Allah ağamızın ruhun şad məqamın daha uca eləsin ki, bu sualı verir Peyğəmbərə və Peyğəmbər sallallahu da bu sualı cavablandırmaqla bizim həyatımızda bir diqqətimizi çəkən bir məsələ yaradıb ki, özümüzü bu mövzuya, diqqətimizi bu mövzuya ayıraq. Peyğəmbər buyurur, bu ayın ən fəzilətli əməli günahdan çəkinməkdir. Bir kəlmə, Allahın haramlarından çəkinməkdir. Bu ayda ondan fəzilətli əməl yoxdur. Niyə bu ayın ən fəzilətli əməli günahdan çəkinməkdir? Çünki bu aya ən yaraşmayan şey günahdır. Bu ay günahla körlanar. İnsan bu ayda günah elədiyi zaman körləyir bu ayın ab-havasını. Yəni ayın ab-havası körlanır. Ruhun bu ayda da günaha meyillənirsə, günah etməyə ürəyində həvəs yaranırsa, bir vəziyyətə düşürsən ki, günaha rahat eləyəsən, deməli problem çoxdur, xəstəlik çoxdur. Ona görə də bu ayın gözəlliyindən istifadə eləmək üçün günahdan
uzaq olmaq lazımdır. Günahla mübarizəni daha çox almaq lazımdır. Nəfsimizlə mübarizəni artırmaq lazımdır. Və mən indidən bir şeyi qeyd edeyim sizə. Allah nəsib eləsə, sabahdan etibarən biz hər gün axşam namazlarından sonra məscidimizdə mübarək Ramazan ərzində, 30 gün ərzində əxlaqi mövzularda xütbə məclisləri təşkil edəcəyik. Və bu xütbə məclislərinin indiyə qədər olan məclislərdən bir fərqi də olacaq ki, daha çox praktiki, nəzəri yox, praktiki məsələlərə nümunə üstünlük verəcəyik. Yəni, daha çox nümunələr əsasında danışacağıq. Bir var nəzəri olaraq danışmaq, məsələn, cümə xütbələri kimi. Məsələn, təvazökarlığı mən nəzəri olaraq izah edirəm sizə. O nədir, nə cür əməldir, nə cür edilməlidir və s. və laxır. Bir də var, mən mövzu qoyacam, məsələn, təvazökarlıq. Nəzəri hissədən az danışacam. Əsas təvazökar insanların praktiki nümunələrindən danışacağıq. Yəni, Peyğəmbərin həyatındakı təvazökarlıq nümunələri, imamlarımızın həyatındakı təvazökarlıq nümunələri, alimlərimizin, övliyaların, ariflərin həyatındakı və adi müsəlmanların belə həyatındakı o təvazökarlıq nümunələrindən danışacağıq ki, bu daha təsirli eləyir söhbəti. Yəni, baş verən hadisələr əsasında əxlaq mövzuları qoyacağıq və ümid edirəm ki, bu daha təsirli olacaq, daha çox bizim üzərimizdə dəyişilməyə səbəb olacaq, dəyişimə səbəb olacaq. Ümid edirəm inşallah 30 gün ərzində bu xidmətimiz davamlı olar və sizlərlə birgə bu məclislərimizi təşkil eləyərik və iftarı açandan sonra da sizi də, məni də yuxu basmaz. Gələrik inşallah səbirlə oturarıq bu ayın feyzindən, fəzilətindən bir yerdə istifadə eləyərik inşallah. Vallahi bir fürsətdir, üzümüzə gəlir. İndidən deyirəm sizə, kim qazanmaq istəyirsə, kim bu ayda qazanmaq istəyirsə, gərək Allahın ətəyindən əlini çəkməsin. Məsciddən əlini çəkməsin. Təbii hamımız işləyirik, işimiz, gücümüz var, amma buna rəğmən imkan qədər, vaxtınız olan qədər bu 30 gün ərzindəki məclislərdən faydalanmağa çalışın. Mən əmin eləyirəm sizi ki, Ramazan ayının sonuna yaxın özünüz faydasını hiss eləyəcəksiniz. Özünüz öz üzərinizdəki o dəyişikliyi hiss eləyəcəksiniz. Və mübarək ay ərzində səhərlər, sübh namazından sonra bir qədər dua oxunacaq. Müəyyən dualardan bir parçalar oxuyacaq. Hər gün, məsələn, ola bilsin ki, bir 10 gün Coşan Kəbirdən oxuyaq, bir 3 gün Kumeyldən oxuyaq, 3 gün, məsələn, Əbu Həmzə Somaylı duasından oxuyaq. Müxtəlif münacatlardan istifadə eləyəcək inşallah bu Ramazan ərzində. Bu sübhlərdədir. Ola bilər, Quran oturarıq, oxuyarıq, Quran oxuyanlarla birgə əyləşərik, oxuyarıq, bir-birimizin səhvlərini düzəldərik və s. və bu cür, bu sübhlərə aid məsələdir. Yəni, sübhlərdə heç bir söhbət olmayacaq. Sadəcə dua və Quran. Gün ortaları isə iki namazın arasında Peyğəmbərimizdən və ya onun pak əhli beytindən bir hədis deyəcəm və onu qısa şəkildə şərh eləyəcəm ki, mübarək Ramazan ayında həyatımıza təsirli olsun, eşidib tətbiq eləyək həyatımıza və axşamlar da namaz qılınacaq azandan bir qədər sonra, Ramazanın 10-una qədər qılınacaq 8-in yarısında və namaz bitəndən sonra da hər gün əxlaq mövzularında dediyim kimi qaydada söhbətlərimiz olacaq inşallah. Bütün məclislərimizə də vaxtımız və imkanımız olduğu qədər sizlərə dəvət edirik. Fürsətdir, bu ayı bir yerdə qeyd eləyək və qarşıdan da çox gözəl günlər, gecələr gəlir. Ağamız İmam Həsən ağanın mövludu gəlir. Qədr gecələri gəlir, İmam Əli əleyhissalamın şəhadət günləri gəlir və o gecələrdə hamılıqla hər il olduğu kimi bir yerdə qeyd olunacaq. Elan veriləcək əvvəlcədən məclislərin vaxtı, necəliyi barəsində və ümid edirəm inşallah ömrümüz vəfa eləyər, Allah əlimizdən tutar, lütf eləyər. O gecələri də sizlər də birgə Allah evində, Allah huzurunda bir yerdə keçirərik inşallah.